Sağlam qidalanırsan, amma hər səhər üzün yenə də şiş görünür. Mən özüm də bundan uzun illərdir əziyyət çəkmişəm və səbəbini səninlə paylaşmaq istəyirəm. Uzun illərdir sağlam qidalanırdım, idman edirdim, kifayət qədər su içirdim. Amma hər səhər güzgüyə baxanda üzümün yenə də şiş olduğunu görürdüm. Uzun-uzun düşünürdüm ki, görəsən nəyi səhv edirəm. Sonra anladım ki, sağlam qidalanmaq işin bir hissəsidir. Əsl dəyişiklik yalnız boşqabıma baxanda yox, bütün həyat tərzimə diqqət etməyə başlayanda oldu. Yuxum necədir, stres səviyyəm necədir, həzm sistemim normal işləyirmi, axşam nə qədər gec yemək yeyirəm və bədənim hansı qidalara həssasdır. Bir şey başa düşdüm ki, sağlam qida dediyimiz bütün qidalar hər kəs üçün uyğun olmaya bilər. Və bəzən ümumiyyətlə sağlam hesab etdiyimiz qidalar orqanizmimiz bunu qəbul etməyə bilər və əgər sənin də bədənində tez-tez şişkinliyə və maye saxlamağa meyillik varsa, bu məhz qida intoleranslığı ilə bağlıdır. Eyni zamanda yuxusuzluq, yüksək stres də bədəndə kortizolun artmasına və mayenin daha çox saxlanmasına səbəb olur. Sən də hər şeyin düzgün etdiyini düşünürsən, lakin yenə də üzündə, bədənində şişkinlik hiss edirsənsə, burada sadəcə qidalanmaya deyil, ümumi həyat tərzinə fokuslanmaq lazımdır. Mən öz həyat tərzimi dəyişəndən sonra artıq səhərlər daha indi uyanıram, üzümdə şişkinlik olmur, enerjim artıb, sən də sağlam qidalanırsan, üzün və bədənin şişkin olaraq uyanırsansa, burada ilk düşündüyün şey yeməyi azaltmaq deyil də, bütün həyat tərzini gözdən keçirmək lazımdır. Buna da yanaşı bəzi etdiyim rutinlər var ki, günə daha rahat və enerjili oyanmağıma kömək eləyir. Bunlar nələrdir bilmək istəyirsənsə, rəylərə rutin yaz, sənə DM'dən göndərim.